Sami Orucun başına rəng qoyan kişi sənətçilərini dolaması, lağa qoyub gülməsi yerli mediada uzun-uzadı müzakirələrə səbəb oldu. Sami atdığı sözlərin dəqiq ünvanını deməyə özü cürət etməsə də, onları başa düşmək elə də çətin değildi. Kişi üçün olan var, o şəkil göstərirlər kişi üçün. Deyilən bütün fikirlər sözbəsöz əməkdar artist Cavanşir Məmmədova ünvanlanmışdı. Bu saç boyası kişi üçün olan saç boyası. Hələ bizimkilər dərk eləmir ki, bu kişi saç boyası ayrıdır, qadın saç boyası ayrıdır. O sənətkarımızı görə bilmirəm ki, soruşum ki, bəs bunu hardan alırsınız da? Yəni mən də alım qoyum. Ona görə hələlik ağarır da. İnşallah görəndə gələn dəfə bəlkə gördüm, yəni soruşdum, aldım yəni o kraskadan. Sami Orucun bu fikirlərindən sonra qarşı tərəfində fikirlərini almağı özümüzə borc bildik. Sualı eşidən Cavanşir Məmmədov ot püskürdü. O, gənc müğənnini ələ salmağa başladı. Bəyəm saça rəng vurmaq zaparlı ozatdır. Bəyəm saça rəng vurmaq zaparlı ozatdır. Zaparlı ozatdır. Hə? Yox, bəyəm, onda görə o öz geyiminə kalqotka geyinib, onu hara qoyaq? Kalqotka geyinib, onu hara qoyaq? İki kalqotka geyinər. Ünvanına deyilən sözlərdən əsəblərinə hakim kəsilə bilməyən Məmmədov danışdıqca daha da əsəbləşirdi. Mən sual eləyirəm sizə. Belə şeyləri Samir özü də, Samir Çingi bildin hansını deyir, o şeydə əyləncə mərkəzdə suya yıxıldı deyə gitara ilə. Bənzəmir, mən onu, bəli. Əyləncə mərkəzində Çingizin gitarasından bir yerdə yıxıldı gölməçi, oradan çıxartdıq biz. Biz dolandırmışıq onları, kömək eləmişik, amma ona görə deyirəm ki, gərək danışığa nəzarət eləyəsən, sərhəd qoyasan. Sən çıxmısan, başqa bir oxumaq oxuyursan sən. Sonra o taburetkanın üstündə də çalıb elədir. Amma gör gəlib hara ilişir. İfaçı əvvəldə aldığımız müsahibəyə görə bizi qınadı. Daha sonra Sami Orucun dediyi sözlər yadına düşdükcə özünə yer tapa bilməyən Məmmədov hətta bizi hədələməyə belə cürət etdi. Sən bunu verməsən, çıx başqa kanalda sizin kanal deyəcəm. Xahiş edirəm. Samir demişdi, verməyəydin də. Niyə desin sizin haqqınızda elə bir şey Cavanşir müəllim? Deməmə. Niyə desin, onda özün cavabını verəydin. Deyirdin ki, o bizim sənətkarımızdır, böyük sənətkar. Sənin nə ixtiyarın var onun haqqında deyirsən. Verəydin də cavabını. Mən telefon eləmişəm, ay bala, sən nə? Deyir, mən sizin haqqınızda deməmişəm. Onlar gətirib qrupla düzəldiblər siz. Siz qrup düzəltmişsiniz. Mənim şəkilimi qoymuşsunuz, orada nə bilim, o parfümeri də saç rənginin korobkasını düzləyir. Onu düzləyir, siz eləmişsiniz. Siz eləyirsiniz də. Getdikcə cin atına minən əməkdar artist kamera önündə Sami Oruca zəng etdi. Mənim adımı çəkməyib bu. Deyir, telefonda özü də buradadır. Sizdən qoşum... Danışmışsınız özü ilə telefon. Bəli. Müsahibədən sonra danışmışsınız. Bəli. Bir dəqiqə, bu saat eşidin. Elə deyil axı. Orada, Sami, orada mənim adımı çəkmişsiniz siz. O şeydə, ARB-də verilən müsahibədə mənim adım olmayıb. O kişi üçün olan var, o şəkil göstərirlər kişi üçün. Yazıq deyil, çəkilməyib. Siz niyə bu işi qrup başqa cür eləyirsiniz? Biz qurmamışıq. O fakt dedi açıqlamadan. Bu kişi deyir ki, mən sizin adınızı çəkməmişəm. Eşitdin? Dedi də, məni ünvanlar, yox, başın Kraskalyan tək Cavanşir Məmmədov deyil, minlərlə müğənnilər var, yüzlərlə müğənnilər var. Siz həmin o şəkili göstərsiniz. Yox, şəkili sən qoy, mən göstərmişim, yaxşı eləmişəm. Sizi atır. Yox, mənim əlimdə sübut var ona görə, mən onu atmır. Mənə atır, sən niyə deyirsən, niyə başqasına demiş, qorxursan başqalarını. Siz içindən qorxmayın, biz nə var onu göstərəcəyik. Onda başqalarını da göstərə bilərdin də. Deməli, eşitdin, efirdə heç şeyim, yox, eşitdin, mənim adım olmayıb. Efirdə heç şeyim. Deməli, bu sizin günahınızdır, Saminin deyil. Yox, mən kanalın üstünə atmıyorum, mən nə var onu deyirəm. Efirdə kim? Qardaşım, bildin Bacıoğlu, bunu siz, bu qalmaqalı siz qoymuşsunuz, Sami qorumayıb. Sami cavandı gərək deməyəydi, demişdi, sən Cavanşir Məmmədovu, yox, demişdi, hörmətin varsa verməyəydin, sənətkara hörmətin varsa verməyəydin, cəmaatı bir-birinə qarşı siz qoyursunuz. Oldu, çox sağ ol, sağ ol.
Özünü şou biznesin yaradıcısı hesab edən Cavanşir bəy elə düşünür ki, onun mediaya deyil, medianın ona ehtiyacı var. Gənc müğənni danışanda ilə saxla, sən gəncsən, get gənclik haqqında danış. Sənin Cavanşir Məmmədov haqqında, Firuzə xanım İbadov haqqında sənin danışmağa ixtiyarın yoxdur, haqqın da yoxdur. Amma niyə sizin haqqınızda danışdınız? Biz onu deməmişik ki, sizin haqqınızda Sən danışdınız. sual verəydin, sən gətirib orada qoymuşsan onun şəklini, mənim şəklimi onun yanına. Onda mənim şəklim yoxdur ki. Danışma. Biz sual vermişik, sizin haqqınızda danışıb. Düzdürmü? Mən də deyirəm ki, indi mən deyəni başqa yozuma, biz bunları bilirik. Bilirsiniz nətərdir? Firuzə xanım, mən bir şey deyim də. Baxın, Cavanşirlə biraz əsəbləşdi, amma Bilirsiniz nətərdir? Mən səndən bir yaş o qədər böyüyəm. Mən əsəbləşmirəm. Mən fikrimi izah eləyirəm. Görürəm ki, sən mərkəzdən qaçırsan, sualın nöqtəsindən qaçırsan. Qardaş, sən öz işini müdafiə eləyirsən. Mən də orada Samirin günahı yoxdur. Orada onun günahı yoxdur. Sən gətirib o şəkili bitişdirmirsən ora. Sən ora bir dənə xarici bir müğənnini də qoya bilərdin. Bəs nətər olur ki, durub onun bəzi şəkilləri var, onları qoymursan, məni qoyursun. Durub onun bəzi şəkilləri var, onları qoymursan, məni qoyursun. Məsələn, baxırsan Türkiyədə o hər bir köhnə bir müğənnilər gənc müğənnilərə dəstək olur. Rafet Roman Yusuf Güney'i götürdü yanına. Çıxartdı, populyar elədi. Bugünkü gündə ondan qazanır ha. Özü də qazanır ondan. Onlar şirkət belə götürürlər, qazanırlar. Məsəl üçün Tarkan vaxtıkən Murad Bozbek vokalist olub. Tarkan ona dəstək oldu. Kənan Doğulu Sıla bu dəqiqə mənəm deyən adam idi. Halbuki Kənan onu sıfırdan götürdü, dəstək oldu. Hətta duet də oxudu. Birinci klipi duetlə olmuşdu. Nə olardı ki, yəni bizdə də o olanda? Nə olardı ki, bizdə də müğənniyə çəkinməzdilər deməyə ki, Diləylənirlər ki, bizə dayaq durmursunuz. Biz nətər dayaq duraq? Dayağı televiziya durur, kanallar var, radio var. Mən radio işçisi deyiləm, mən televiziya işçisi. Mən nətər dayaq durum? Sən oxuyursan, mən sən nətər dayaq durum? Demən bilim. ay müəllim, məsələn, filan kəs müəllim, sizinlə duet oxumaq istəyirəm. Hə, gətir mahnını göstər. Mən sənin oxumaq üçün mən apar pul pula eləməliyim ki, qoy filan kəs oxusun. Böyle düzgün fikir değil de. Yani cavanlar deyir ki, bize dayak durmurlar. Bu dayak durmağın bir açılması var da. Nətər dayak duraqsın? Yəni heç olmasa deyir sizə o böyük kütlədə ağızlarına gələn deyirlər. Biz özümüz balaca kütləyi ya bir-birimizi belə tutaq ki, heç olmasa böyük kütlə bizə heç nə deməsin, yəni. Sən hansı mahnını yazdıranda ya mənə ya Firuzə xanıma zəng elədin ki, gəlin filan mahnını yazdırmaq istəyirəm. Baxın görün düz oxuyuram yoxsa. Dəstək bir tərəfdən belə ola bilər. Yaşlanırlardı, yerin vermirlər. Yaşlanırlardı, yerin vermirlər. Söz bura qədər sənindir. Buradan yuxarı ki, çıxdı, qutardı. Gərək danışığı biləsən. Hər cümləyə nəzarət eləyə biləsən. Ümid edirik ki, bu söz söhbətə bugün son qoyulacaq.